Xəstə klinikaya iştahsızlıq, son vaxtlar iştahsızlığın daha da artması, epiqastral nahiyədə ağrı şikayətləri ilə daxil olub. Müayinə zamanı məlum oldu ki, mədənin böyük əyriliyində böyük ölçülü törəmə mədəaltı vəzinin quyruğunu əhatə edir və eyni zamanda dalaq qapısını əhatə edir. Əlbəttə ki, bu şikayətlər təkcə bu xəstəlikdə olmur və bizdə bu insanların tibbi müayinəyə gec gəlməsi ilə bağlı belə bir problemlərlə üzləşirik. Əslində bu gecikmiş bir formadır. Erkən müayinədə bu xəstəliyin vaxtında tapılması, düzgün terapevtik cərrahi müalicə olunması insan ömrünün uzanmasına səbəb olur. Xəstəni əməliyyata götürdük. Bilindiyi kimi mədə tamamilə çıxdı. Mədəaltı vəzin distal rezeksiyası olundu. Dalaq qarışığı bütün kompleks törəmələr çıxarıldı və limfodiseksiya icra olundu. Əlbəttə ki, böyük bir texniki çətinliklə. Hal-hazırda xəstə adekvatdır. Xəstədə yeyib içir, gəzir, artıq öz sağlığına qovuşub, həyat tərzi düzəlib. Sadəcə olaraq, əlbəttə ki, bu onkoloji problemlər xərçəng tam sağlam bir xəstəlik deyil. Əməliyyatdan sonra insan nə qədər erkən gəlirsə, bir o qədər insanın ömrü daha çox uzanmış olur. O baxımdan vacibdir ki, belə bir şikayətləri olan xəstələr vaxtında həkimə müraciət etsinlər, endoskopik müayinə olunsunlar və problem vaxtında aşkarlansın ki, insanın hətta xərçəngə çevrilməsinin qarşısını alacaq tədbirlər görülsün. Təşəkkür edirəm.